Kəramət bəy, buyurun. Sən bir qəşəng qız idin. Universitetə qəbul olmaq istədin. Qiyabi oxumaq istədin. Partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü. Yaşıdın oğlanlara salam vermədin, quşun yaşlı kişilərə qondu. Hardan bildin ki, yaşlı kişilər gənc qızlara bərk bağlanırlar. Onları itirməmək üçün hər şeyə gedirlər. Yaşlı qadınlar da sütul oğlanları bərk tuturlar. Vay, sağ Allah. Bunu sənə, bir dəqiqə. Bunu sənə köhnə inturist meymanxanasında işləyən yaşlı Xazeykan Onu söyləmişdi. saytlarda yaxşı olar, oxunar. Bu sən efil üçün deyil. Valla, bütün məni tanıyanlar. O bizim... Əslində bilirsiniz, Efil üçün deyil bu şey. Getməyi düzgün oldu. Çünki o qalsaydı daha da xoşa gəlməz söhbətlər olacaqdı.